Evini kirayə verən şəxslərin gəlirlərinin vergiyə cəlb olunması məsələsi son dövrlərdə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Kirayə gəlirlərinin qeydiyyata alınması və vergilərin düzgün ödənməsi həm dövlət büdcəsinə əlavə vəsait gətirir, həm də ədalətli vergi sistemi yaratmağa xidmət edir. Eyni zamanda bu proses kirayəçilər və ev sahibləri arasında şəffaflığın artırılmasına imkan verir. Bəs mülk sahibləri vergidən yayındığı halda onlara hansı cəza gözləyir? Mövzu ilə bağlı missiyada danışan hüquqşünas Ramin Süleymanov məsələyə aydınlıq gətirib. O bildirib ki, 2026-cı ilin 1 yanvarından etibarən vergi məcəlləsinə edilən dəyişikliklərə görə fiziki şəxslər əmlaklarını kirayə və ya icarəyə verdikdə 10% həcmində vergi ödəyəcəklər. Eyni zamanda bildirmək istəyirəm ki, mənzilini, ümumiyyətcə obyektini kirayə və ya icarəyə verən şəxslər mütləq şəkildə vergi orqanında qeydiyyata alınmalıdırlar və qeydiyyata alınmaq üçün ərizənin verilməməsinə görə isə 200 manat məbləğində cərimə müəyyən olunmuşdur. Əvvəllər bu cərimənin məbləği 40 manat idi. Hüquqşünas vurğulayıb ki, bundan sonra əgər şəxs əldə etdiyi gəlir üzrə vergini ödəməz və ya hesabat təqdim etməzsə, hesabatın təqdim edilməməsinə görə 40 manat məbləğində cərimə tətbiq olunacaq. Eyni zamanda büdcəyə çatmalı olan ödənişin də 50% miqdarında cərimə olunacaqdır. Seyranə Quliyeva, Heydər Əsənli, Missiya TV.